üçün keçə bilməkdir. Siz demişkən, məsəl üçün isimi bir dəfə, məsəl üçün 5-ci sinifdə və ya 6-cı sinifdə keçib bitirmirik. 5, 6, 7-ci sinifə kimi bu gedir. Hətta 8-ci sinifdə belə biz bu mövzuya qayıdış eləyə bilirik. Birinci növ təyinli söz birləşmələrində. Bəli, bəli. Yəni Rozenşayn deyirdi ki, birinci növbədə siz uşağa təkrar elətdirməlisiniz ki, beynində bilik diri qalsın. Sonra nə deyirdi? Sonra deyirdi ki, nə etmək lazımdır? Məlumatı kiçik hissələrə ayırmaq lazımdır. Bax, məsələn, ədəbiyyat kitabında görürsüz böyük mətnlər verilir. Görürsüz 1, 2, 3-cü hissələr var. Görürsüz, səsə görə üzr istəyirəm, uşağın səsidir. Deməli, orada deməli hissəli şəkildə görürsüz ədəbiyyat daxilində mətni hissələrə ayırır. Və burada dedik ki, bu iki prinsipdən hansı idi ki, məlumatı qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürürdü. Hansı idi bu iki prinsipdən hansına aid idi? İkinciyə müəllimə. İkinciyə aid idi. Niyə görə müəllimə? Səbəb nə oldu? Çünki müəllimə burada bilik və bacarığı möhkəmləndirməsi aparılırdı. Birincidə biz təkrar eləyirdik, əlaqə yaradırdıq, amma ikincide də möhkəmləndirirdik də tapşırıqları. Bəli, yəni kiçik hissələrə ayırmaq uşaqlarda eyni zamanda ona təqdim olunan məlumatları daha az, daha tez və daha sürətli şəkildə qavramasına səbəb olurdu. Yaxşı, müəllimə, siz mənə deyin görüm. Yəni 3-cü prinsipdə modellər və işlənmiş nümunələri təqdim edin deyir. Və biz bunu biliyin hansı növü ilə əlaqələndirə bilərik açar söz olaraq? Hansı növləri ilə? Tətbiq etməklə. Çünki hazır işlənmiş bir nümunəni verirəm də mən ona. Modellər və yəni nə qədər cavabı olsa da, deklarativ olsa da sonunda cavab. Yəni bunun bir praktik ardıcıllıq var. Bunu həll edib göstərəcəm bu uşağa. Bəli, deməli daha çox tətbiq etmə mərhələsi ilə dediniz ki, əlaqələndirildi. Amma müəlliməm bir tərəfdən də tətbiq etməklə yanaşı, bir tərəfdən də konseptual biliklə əlaqəlidir. Müəllimə, konseptual biliklə də əlaqəlidir. Burada yəni nümunələr də verə bilirik də, yəni anlamağı üçün. Aha, yaxşı müəllimə. Burada dedik ki, konseptual biliklə, çünki konseptual bilikdə orada modellər var, amma prosedural bilikdə isə metodlar var idi. Burada modellər və modellərə əsasən işlənmiş nümunələrin təqdim olunması, yəni tətbiq. Həm yəni burada modellərə əsasən deyirik konseptual bilik, işlənmiş nümunələrə əsasən deyirik prosedural bilik. Yəni müəllimə, bəs qısa müddətli yaddaşın deyirik yükünü azaldır. Hansı prinsip bunu edirdi? Qısa müddətli yaddaşın işini azaldırdı. Elə üçüncü, bəs dedim ikinci eləyirdi. Bəli, ona keçirdirdi. Bəs dedik ki, hansı qısa müddətli yaddaşın işini asanlaşdırırdı. Niyə görə müəllimə? Bax, burada mən bir məsələyə aydınlıq gətirmək istəyirəm. Qısa müddətli yaddaş o deməkdir ki, biz ilkin olaraq nəyisə oxuyuruq, ilkin olaraq o bizim yadımızda qalır və biz burada heç bir tətbiq reallaşdırmadığımıza görə, yəni məlumat sadəcə hazır şəkildə yadda qalır və zaman keçdikcə o bizim yadımızdan çıxa bilir. Yəni bəzən görürsüz ki, bildiyimiz ən əsas şeylər belə bizim yadımızdan çıxır və yaxud da oxuduqlarımızı belə məlumata həcmi o qədər geniş olur ki, biz onu yadda saxlaya bilmirik. Ona görə də Rozenşayn deyir ki, birinci növbədə təkrar etmək lazımdır. İkinci növbədə isə uşağa məlumatı hissəli şəkildə qısa-qısa ötürmək lazımdır ki, onun bax o qısa müddətli yaddaşı, yəni görüb o bilikləri qorxmasın, yadında saxlasın. Və qısa müddətli yaddaş eyni zamanda bilikləri emal eləyir müəllimə. Özünə lazım olanı saxlayır, artıq olanları atır. Və burada da qeyd eləyir ki, müəllimə, qısa müddətli yaddaşın yükü azalır. Yəni bu o deməkdir ki, siz öyrəndiyiniz məlumatları hansını tətbiq eləyirsinizsə, qısa müddətli yaddaş onu artıq uzun müddətli yaddaşa verir. Yerdə qalanları unudur. Və buna görə bu səbəbdən dedik ki, bax məsələn adətən görürsüz burada riyaziyyatdan məsələn nümunə çəkiblər. Məsələn tutalım ki, sintaktik təhlillə bağlı nə qədər qaydalar var. Bəyəm siz onların hamısını yadda saxlamaq məcburiyyətindəsiniz? Təbii ki də yox. Yəni tətbiqlə bağlı nələr sizə lazımdırsa, siz onları yadda saxlayırsınız. Sonra bəli. Bəli. Bir də müəllimə bir şey qeyd edeyim. Hazırki dövrdə dərsliklərdə, Azərbaycan dili dərsliklərində hansı ki, belə qeyd eləyək də, istifadə olunur, məsələn, qrammatika tapşırıqları. Məsələn, Dövlət İmtahan Mərkəzinin verdiyi proqrama baxırsan, adamın gözü yorulur təbii ki. Yəni uşaqları müəllim səviyyəsində hazırlayır. Amma Təhsil Nazirliyinin verdiyi proqrama baxırsan ki, uşaqların sırf belə deyək ki, qəbul etmə səviyyəsinə uyğun olaraq, yəni qrammatik tapşırıqları verir, qrammatik bilgiləri ötürür və onların tapşırıqlarını edir. Və bu uşağı yormur. Həqiqətən doğrudan da Təhsil Nazirliyinin hazırladığı vəsait hal-hazırda uşaqların yəni dünya görüşünə, onların qavrayışına daha çox uyğundur. Yəni uşaqları yormur. Amma Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi qrammatika ilə bağlı məlumatlar artıq belə deyək ki, uşaqları daha çox yorur. Elə ki, ikinci prinsipdən kənara çıxır. Qızım sakin. Hə. Sonra müəllimlər, dördüncü üzr istəyirəm. Dördüncü nə idi? Bəli, anlamanı yoxlamaq. Sonra yoxlayın yəni.
Anlamanı yoxlayın. Burada oxuyub uşaqlar nə anladığını bilmək üçün məsəl üçün suallar vermək lazımdır. Daha sonra uşağa demək lazım deyil ki, sualın varmı? Yəni əslində müəllim ona sual verməlidir, ümumiləşdirmə aparmalıdır, aparmasını istəməlidir daha doğrusu. Digər şagirdlərin cavabı ilə məsəl üçün razı olub olmadığını, ya nələrsə əlavə eləyirlərmi, düzgünmü dedi, harda məsəl üçün buraxdığı məqamlar var, onu mu deməyini istəyir də. Deməli müəllimə, Amma əgər üzr istəyirəm. Deməli bu buyurun, siz deyin, sonra mən qeyd edeyim. Deməli müəllimə bu şagirdlərdə rəy vermə bacarığında yox, inkişaf elətdirir. Axı bir şagird digərinə rəy verir, onu inkişaf elətdirir. Sonra buyurun, davam eləyin. Bir də 2 məqsədi var idi, yəni yoxlamanı yoxlamaq. Bir də bu uzun müddətli yaddaşa öyrəndiklərlə əlaqələndirilməsi idi də, yəni. İndi uzun müddətli yaddaşındakı öyrəndiklərlə əlaqələndirilməsi idi, hal-hazırda öyrəndiyini əlaqələndirmək. Bir də müəllimə, yeni materialların necə deyim, tədris edib etməməklə bağlı məlumat var idi. Yəni anlamanı yoxlamaqla bağlı qərar verirdi. Yəni müəllim olaraq necə deyim, sualın varmı deyə sözünü soruşmamalıdır. Bu əsasən ənənəvi təhsilə gedir də, yəni. Əslində onu sual verməlidir, ümumiləşdirmə aparmalıdır, buradan əsaslandırma aparmasını istəməlidir, yəni müəllim şagirdlər. Amma təəssüflər olsun ki, belə bir şeylər yoxdur. Uşaqlar hələ də Əslində müəllimə, uşaqlar özləri aktiv olmalıdırlar ki, sual versinlər. Və burada deyir ki, yəni bunu anlamanı, yoxlamanın 2 məqsədi var da müəllim. Birincisi, uzun müddətli yaddaşdakı, hansı ki, bundan əvvəl isimlə bağlı, məsələn deyək ki, 5-ci sinifdə tapşırıqlar keçib, onları tətbiq eləyib 3-cü mərhələyə əsasən və müəllim sual verir keçmişdə 5-ci sinifdə, görək uşaq isimlə bağlı nə öyrənib, nə yadında saxlayır. Əgər onunla bağlı çoxlu tapşırıqlar işləyibsə, deməli bu uzun müddətli yaddaşa daxil olur və uşaq isimlə bağlı mövzuları daha yaxşı qavramış hesab olunur ki, müəllimə cavab vermiş olur. Və daha sonra müəllim ola bilər ki, və yaxud da bundan əvvəlki, məsələn, tutan 5-ci sinifdə dərs keçirəm, nəticə etibarilə uşağa sual verirəm. Baxın, ardıcılığa baxın, sual verirəm isimlə bağlı. Sual verirəm, isimlə bağlı, məsələn, ismin bütün kateqoriyalarına bağlı sual verirəm, uşaq cavablandırır. Daha sonra şagirdə deyirəm ki, bu mövzu ilə bağlı bildiklərini ümumiləşdirə bilirsə, şagird digər şagirdlərin, məsələn, deyirəm ki, cavabını qiymətləndirir, gör o düzgün cavab verdi, yoxsa. Yəni mən uşağa demirəm də, səhvdir, düzdür. Digər uşaqlar onu qiymətləndirir. Yəni burada yoldaş qiymətləndirilməsindən, qarşılıqlı qiymətləndirmədən istifadə olunur. Yəni uşaqlar bir-birlərinə rəy vermə bacarığını da dəstəkləyir, yəni birbaşa təlim. Və bunu müəllimin keçirməsində 2 məqsəd var. Birinci məqsəd müəllimə, yəni bu uzun müddətli yaddaş. Axı məsəl üçün mən bundan əvvəl 4-5, hətta 6 dərs əvvəl ismi keçməyə başlamışam. Bu müddət ərzində bu uşaq isimlə bağlı məlumatları qavrayıb. Deməli həyata keçiribsə bu uzun müddətli yaddaşa girməlidir də, belə deyək. Deməli uşaq əlaqələndirərək mənə cavab verə bilirsə, deməli burada vəziyyət yaxşıdır. Yox, cavab verə bilmirsə, deməli mən növbəti dərsi sifəti niyə keçim ki? Uşağa bir ismi öyrədim, ondan sonra sifətə keçim də, yəni elə deyil. Uşaq ismi keçmirsə, sifəti keçəndə necə öyrənəcək bəs? Sifəti biz isimlə axı əlaqələndirərək keçirik. Yəni o məqam var. Ona bəli, buyurun. Digəri 5-ci period var müəllimə. 5-ci periodda da şagirdlər müəllimin köməyi ilə yeni mövzunu tətbiq etməsinə şərait yaratmaqdır. Bəli. Burada şagirdlərin mövzunu öyrənib-öyrənmədiklərini, yəni ki, nəyi öyrənib-öyrənmədiklərini eləyir, yoxlayır daha doğrusu. Unudulub bu, unudulmayıb bu da. Realda da, məsəl üçün, uşaqlar bunları öz sözləri ilə ifadə eləyə bilirlərmi, ümumiləşdirə bilirlərmi? Yəni, bunu yenidən keçməyə, məsəl üçün, ehtiyac varmı? Müəllimin köməyi burada əsas rol oynayır da. Bax, burada müəllimə, yəni biz Levi-Gotskinin nəzəriyyəsində scaffolding dedik ya, burada əsl müəllimin o scaffolding xarakteri üzə çıxmağa başlayır. Yəni, qızım bircə dəqiqə. Yəni burada deyir ki, müəllim artıq şagirdə demək belə deyək ki, yeni mövzunu tətbiq etməsinə şərait yaradır. Məsələn, tutalım ki, ismi şəxsə görə dəyişməsi ilə bağlı mövzunu keçmiş uşağa və uşaq tapşırığı yerinə yetirir hal-hazırda və siz uşağa yaxınlaşırsınız. Baxırsınız, görürsünüz ki, uşaq çətinlik çəkir, istiqamət verirsiniz həmin anda və bu anda müəllimə uşaqda artıq özünə güvən formalaşmağa başlayır, inkişafa açıq düşüncə tərzi formalaşmağa başlayır, problem anında qorxub, çəkinmə hissi azalmağa başlayır. Çünki
müəllim ona istiqamət verdiyi anda uşaqda artıq belə deyək bir canlanma olur. Biz pedaqoji prosesin tələbləri mövzusunu keçəndə, yəni əvvəl keçirdikdə, indi təbii ki, proqramda deyil, orada fəaliyyətin stimullaşdırması idi. Fəaliyyətin stimullaşdırması anında uşağa kömək etmək idi. Anında gəlib mən uşağa yol göstərirdim. Kömək edirdim və uşaq həmin fəaliyyəti, sakit qızım, həmin fəaliyyəti, həmin işi həyata keçirmək üçün həvəslənirdi. Yəni stimullaşdırırdı. Siz bunu fəaliyyətin stimullaşdırılması kimi, müəllimlər üzr istəyirəm. Hə, adətən sakit uşaqdır, nədənsə kaprizlər tutur bəzən. Hə, yəni belə fəaliyyətin stimullaşdırılması. Yəni bu hissə var ha, müəllimin şagirdə bax anında kömək etməsi istər-istəməz uşağın prosesə daha da həvəsli olmasına, həvəsli yanaşmasına şərait yaradır. Məsələn, yeni mövzuda keçib uşaq indicə keçmişəm uşağa. Uşaq bu mövzunu, yəni indi bu tapşırıqlar ona tanış deyil. Ola bilər ki, aşağı sinifdə ismi şəxsə görə növlərini şəxsə görə dəyişməsini keçə bilər. Amma bu sinifdəki tapşırıq o siniflərdəki tapşırığa nisbətən daha qəlizdir axı. Ona görə də burada artıq uşağa mən istiqamət verməliyəm ki, uşaq sanki elə bir navigator rolunu oynayır da müəllim burada. Uşaq artıq öz yolunu tutur gedir. Sonra 6-cı nə idi? Çətin tapşırıqlar üçün müvəqqəti dəstək vermək idi. Aha, Elə sizin dediyiniz olmur. Çünki təklif yerdə onlara yenə scaffoldinglik eləmək olur da. Bəli. Yəni bir-iki nümunə. Yəni burada bir də var idi, nümunələr verilmişdi. Müəllimin səsli düşünməsi var idi. Şagirdin edə biləcəyi hərəkətləri mümkün məlumatlandırılması idi. Məsələ bəzən olur müəllimə. Müəllimlər adətən belə deyirlər: "A, sizin filan yerdə sualınız ola bilər. Ola bilər ki, siz filan yerdə səhv eləyə bilərsiniz." Bu da nədən irəli gəlir? Müəllimin təcrübəsindən irəli gəlir, elə deyil? Yəni müəllim əvvəlcədən deyir ki, yəni təcrübəsinə əsasən deyir ki, filan yerdə ola bilsin ki, səhv eləyə bilərsiniz. Uşağı təlimatlandırır. Bax deyir ki, sanki navigator rolunu oynayır da. Yolu gedir, deyir qarşından deyir sağa dönməlisən də. Yəni düz getsən yol tapmayacaqsan. Sağa dönsən tapacaqsan. Və yaxud da ki, lap qarşıda keçsən orada quyu var, ehtiyatlı olmalısan. Müəllim artıq belə bir istiqamət verir sanki şagirdə. Hə, yəni deməli müəllim birinci səsli düşünməli idi. Müəllimin burdakı birbaşa təlimdəki scaffolding kimi rolundan danışılır burada. Müəllim səsli düşünməli idi. Yəni lövhəyə yazı yazarkən belə müəllim səsli düşünməlidir. Bax budur. Sonra Şagirdlərin əldə edə biləcəkləri mümkün səhvlər barədə məlumatlandırmasıdır. Yəni siz bayaq dediyimiz kimi filan tapşırıqda səhv eləyə bilərsiniz. Məsəl üçün çaşa bilərsiniz ki, bizim sözündə ay uşaqlar, oradakı im şəkilçisi mənsubiyyət deyil, yerli kalın şəkilçisidir. Baxın, diqqətli olun. Yəni çaşa bilər də ani olaraq. Yəni çaşa bilərsiniz. Və belə deyə bilərik ki, bizim sözünü təyin kimi də götürə bilərik uşaqlar bəzi yerdə. Bax, burada çaşmayın, tərkib olaraq da götürə bilmərik. Yəni Azərbaycan dilindən nümunə belə verə bilərəm də, əsasən çaşdıqları yer bu olur. Və ya yol sözünü uşaqlar bax çaşmayın, məsəl üçün sifət deyil, isimdir, amma onun bir vəzifəsi olaraq sifət götürə bilərsiniz belə. Qarışdırmayın, morfoloji sual başqadır, sintaktik sual başqadır. Yəni bu kimi sual məsəl üçün bunu ən çox 11-ci sinifdə eləyə bilərik də müəllimə. Necə yəni? Artıq mövzuların hamısı keçirilən bir yerdə, hamısı bir yerdə keçirilir. Uşaqlar təkrar əsasən uşaqlar üçün deyil. Aydındır müəllimə. Amma ikinci sinifdə də var da, bu gün məsəl üçün mənsubiyyətin izah eləyirlər, məsəl üçün şəkilçilərin amonimliyini izah eləyə bilərik ki, bəzi sözlərdə cümlədə 3 dənə im şəkilçisi ola bilər və ya im şəkilçisi ola bilər. Bunların fərqli-fərqli xüsusiyyətləri var. Hamısı eyni xüsusiyyətdə deyil. Yəni belə bax məsəl üçün tapşırıqlarda biz nümunə belə gətirə bildim ki, səhvlər eləyə bilər. Ən çətin məqamlar bunlardır. Bəzən uşaqlar çaşırlar, məsələn, o deyirlər ki, zərfdir. Nitq hissəsi. Yəni bunu da nümunə olaraq deyə bilərik ki, çaşmayın uşaqlar. 8-ci sinifdə bunları təhlil eləyərkən, sintaktik təhlil eləyərkən soruşa bilər ki, morfoloji olaraq, məsələn, sintaktik olaraq rəhbərlik olan sözün sualı nədir? Morfoloji olaraq. Yəni belə bir sual da çıxardar müəllim. Aha. Deməli bunların hansındaydı ki, şagirdə metakognitiv bacarıq güclü olmalıdır? Metakognitiv bacarıq Bu scaffolding strategiyalarını deyirəm müəllimə. Hə. Öz işlərini dəyərləndirməkdə müəllimə. Öz işlərini dəyərləndirmək. Bəs hansındaydı ki, yəni şagird burada artıq müəllim rolunda da ola bilər. Yəni belə deyək. Təhlil eləyəndə, özü nümunələr verəndə artıq o mövzunu başa düşür. Üzərində
Məndən çox uşaq səsi gəlir. Yaxşı müəllimə. Yaxşı müəllimə. Yəni səs qırılmır ki, nəsə problem yaratmır ki. Siz dərs izah eləmək istəyirsinizsə keçək o birisidir. Hə, oyunlaşdırmadan da yəni 1-2 sual verim. Deməli, oyunlaşdırmada istifadə olunan elementlər hansıları idi və hansında müəllim diqqətli olmalı idi oyunlaşdırma zamanı? Nədə diqqətli olmalı idi ki, bu aşağı sinif şagirdlərini inkişafa qapalı düşüncəsinə sala bilərdi? Yəni oyun əsaslı öyrənmədə əsas diqqətli olmalıdır. Yox, diqqətli olun müəllim. Oyunlaşdırmadaydı. Mən oyunlaşdırmadan sual verirəm sizə. Hə, oyunlaşdırmada Block Games, Cord kimi oyunlardan istifadə olundu. Dərsə əsasən maraq yaratmaq idi, interaktiv iştirakçılığı artırmaq idi, yerində sürətli əks əlaqə qurmaq var idi, kontekstdən öyrənməni təmin etmə var idi, əməkdaşlıq var idi, sosial öyrənmə var idi, oyun əsaslı öyrənmədə müəllimə. Bir də mərhələli pilləli inkişaf var idi. Hə, yaxşı müəllimə, bu oyunlaşdırmanın özündə var. İstəyirəm bunu mənə cavab verəsiniz ki, nə idi də? Bax bu uşağı inkişafa qapalı düşüncəsinə salan hansı oyun idi? Nə idi? O axı burada oyunların adı var idi axı. Nə idi? Nə ola bilərdi? Burada müəllimə var idi ki, məsəl üçün qəhrəman titulu var idi, mübariz titul adlar var idi. Yəni məğlub olan yox idi. Bax bu dediyimizdə məğlub olan yox idi. Və hansında idi ki, uşağın adı aşağı sıralara düşürdü və bu uşağı istər-istəməz belə deyək də, yəni geri sala bilərdi. Oyun əsaslı öyrənmədə müəllimə. Oyunlaşdırmada. Aha. Oyunlaşdırmada. Cədvəl idi. Nə cədvəl idi müəllimə? Cədvəl. Bəli, cədvəl idi. Müəllimə, burada oyun əsaslı öyrənməklə biraz Bəli. Və cədvəl. Müəllimə, burada liderlər cədvəli idi. Çünki cədvəl olaraq orada sıralamada 1, 2, 3, 4, düz məsələn tutalım 20 şagird varsa 20-yə qədər burada sıralanma idi da. Siz təsəvvür edin. Uşağın adı gedir düşür 20-ci sıraya və uşaq istər-istəməz hardasa orada belə deyək ki, küsə bilər, yəni belə deyək ki, prosesdən kənarlaşa bilər növbəti dərsdə. Onsuz da mən heç nə bilmirəm, təfəkkürünə qapıla bilər. Nəticə etibarilə yəni bu uşaqda hardasa mənfi bir his oyada bilər də. Ona görə də liderlər cədvəli idi oyunlaşdırmada. Bəs müəllimə, oyun əsaslı öyrənmə nə deməkdir? Situasiyanı uşaq özü oynayırdı müəllimə. Situasiyanı uşaq özü. Oyun əsaslı, kontekstə bağlı öyrənmə olur da müəllimə bu da. Bəli. Gülşən müəllimə. Bəli, buyurun müəllimə. Oyun tipi belə deyim də, mən orada misal gətirmişdim. Məsəl üçün Küravaz oblastında yerləşən məsəl üçün ərazi var idi. Onu Kürdəmiri göstərmişdilər. Məsəl üçün iri quru iqlimi var idi. Amma bu iqlimə əsasən yəni nar kimi bitki, məsəl üçün meyvələr daha yaxın yetişir. Çünki o günəş enerjisini almalı idi. Aha. Yəni belə səhnələndirmək kimi də, yəni oyun əsaslı. Bəli. Məsəl üçün Füzulinin Söhbətül Əsmar əsəri var. Məsələn, orada obrazları verə bilərdik. Məsəl üçün də uşaqlar obrazları canlandırırlar və yaxud da ki, vitaminlərlə bağlı, meyvələrdəki vitaminlərlə bağlı evdə məsələn uşaqlar tutalım deyək ki, mən almayam. Məsələn, məndə A vitamini var. Nə bilim mən beləyəm. Başlayacaq faydaları barədə danışmağa. Yaşıl almada filan vitaminlər var, qırmızıda belə, sarı almada belə. Sonra mən ananasam. Mən nə bilim görürsüz, hətta internetdə belə meyvələri müəyyən formada oynayırlar meyvələr. Yəni və yaxud da deyir ki, mən badamam. Yəni mənim filan, yəni belə deyək ki, faydalarım var. Dərin var. Bir də mən kodlaşdırmanı öyrənmək üçün oyunlardan istifadə olunur da. Yəni kodlaşdırmanı öyrənmək üçün bəzi oyunlar var, oynayırlar. Burada da bir Cordis oyunu var, bunu yazıblar müəllimə bir dənə. Bir də Block Games, sən səhv eləmirəmsə elə bir oyundur, hə. Aha, mən göndərdiyim şeydə baxmısınız da yəqin ki. Mən onu bayaq dərsdə gördüm, onu oxumamışam, oxuyacağam. O time-da idi. Bəli. İndi siz bu əsasən buradakına baxın da, buradakı time-dan. Bu yeni kitabla oxumusunuz da yəqin ki hər halda. Mən yeni kitabdan oxumuşam. Bəli. Yeni vaxtdan. Aha. Gülşən müəllimə, siz deyin görək. Rosenstein-in birinci prinsipi nə idi? Öyrənmisiniz?
Birbaşa təlimdəki. Salam müəllimə. Salam. Bəli, nəzər salmışam. Yəni testləri istəməmişəm, hamısı bir yerdə idi. Yəni Bəli. bilirsiniz də. Bəli. Mən sözün düzünü deyim, qonaq getmişdim, bayaq gəlmişəm. Aha. Rayona getmişdik. Birbaşa təlim deyirsiniz də. Bəli, bəli, birbaşa təlim deyirəm. Birinci prinsip nə idi? Birinci prinsipi təkrar idi də müəllimə. İkinci Əvvəlki prinsip, dərslərin təkrarı. bəli, ikinci prinsip nə idi müəllimə? Təkrardan sonra gəlirdi. Yeni dərsin təhlili. Təhlili olmaz, hissələrə parçalanması olar müəllimə. Bəli, hissələrə parçalanırdı. Əgər uşaq dərsi məsələn qavraya bilmirsə, yenidən təkrara keçirilir də. Bəli, yenidən təkrar oluna bilərdi. Bəli. Belə müəllimə, siz daha yaxşı təkrarlayın. Mən keçirəm yeni mövzunun izahına. Testləri kim işləyir və testlərdə nə kimi problem var? Açaq baxaq. Hələ siz bunu bilin, gələ bunu işləyirsiniz. Bundan sonra testləri çox olacaq əslində sizin. Daha çox da, yəni çətin tipli testlər çox olacaq. Yəni bunlar Mən biraz çətin çıxdım testdə və sizə şeylə biraz yəni ki aldığım başa düşdüklərim də olub. Biraz çətinlik çəkdiklərim var. Bəli, bəli. Məsəl üçün mənim Səhifəni deyin. 7-də müəllimə. Kitabınız qabağımdadır. Hə, neçədə? 63-cü səhifə 7. 63-cü səhifə. Hə, 63-də. 7-ci sual. Hə. Nə deyir burada sizə? Bir dənə sual verin başdan. Müəllimə 7-ci tapşırıq birbaşa təlimə aiddir burada. Mən bunları bir dənə oxuyum. Müəllim şagirdlər məqaləni ilk 2 abzasını oxutduqdan sonra onlara bu hissələri bir cümlə ilə ümumiləşdirməyə tapşırır. Bəli. Bəli. Bununla müəllim müəyyən etmək istəyir ki, şagird oxuduqlarını bəli, müəllimə anlamanı yoxlamaqdır da. Yəni bununla müəllim müəyyən etmək istəyir. Sual işarəsi qoymuşam ki, görəsən bunu düz bildim. İndi bəzilərində verir ki, mən oyun əsaslıdırmı, layihədimi, problemdimi? Bəzilərində də vermir. Bunlara sual işarəsi qoymuşam ki, sizə sorğun görüm düz deyirəm. Düzdür müəllimə, anlamanı yoxlamaq. Siz nə yazmısınız ki? Yox, yazmağına yazmışam müəllim, amma belə sual işarəsi qoymuşam da, qaranlıq qala-qala götürmüşəm mən. Hə. Yəni burada B variantıda müəllim dərsin sonunda dərindən öyrənməli olan məqamlara bir daha toxunaraq şagirdə sual-cavab edərək daha effektiv öyrənməni təmin edir. Yəni uşağa sual-cavab edir, nə öyrənir. Məsələn, ola bilər ki, tədrisdə bir mövzunu 3 dəfə versinlər uşağa. Müəllim əgər birinci hissəsini yaxşı uşağa mənimsədə bilməyibsə, o uşaq yaxşı öyrənməyibsə, ikinci hissəyə keçmir də. Yəni onu yenidən tədris edir həmin hissəni. Növbət dərsdə sual-cavab edə bilər, onunla bağlı testlər gətirib uşağa təqdim edə bilər. Yəni onun müxtəlif üsulları var. Buyurun, növbəti suallar. Maraqlı suallardır. Görürsüz, miqdə bu uzunluqda suallar düşür. Vaxt alırlar. Müqdə də düşür, yəni deyim. Bəli. Sonra. Səni tanıyamaz. Hə, müəllimə siz deyin. Müəllimə ona baxın, müəllimə bunda da birbaşa təlimdir də. Onda bax. 63 dediniz, səhifəni itirdim mən. 63. Onda dediniz, hə, onda. Onda dediniz. Hə. Deyir ki, müəllim dərs zamanı mövzu ilə bağlı şagirdlərə tapşırıq verir, onu necə edəcəkləri ilə bağlı təlimatı izah edir. İşləyən zaman şagirdlər yenə də bəli birbaşa təlimdir. Axı birbaşa təlimin necə həyata keçirilməsi ilə bağlı orada şeylər var idi. Axı müəllim birinci, yəni şagirdləri əvvəlki öyrəndikləri ilə nəsə əlaqə yaradırdı. Sonra qaydanı izah edirdi. Sonra nə edirdi? Dərsi uşaqlara izah edirdi, anladırdı. Uşaqların tətbiqinə şərait yaradırdı. Odur. Tamamlanır birbaşa təlimdir. Hə, birbaşa təlimdir. Burada da ki, cavab olacaq. Siz düz yazmısınız. Hə. Bəli, bəli, A variantı. Sonra hansıdır? Sonra müəllimə 11-ə baxın müəllimə. 11. Qızım sakit. Hə, layihə əsaslı öyrənməni tətbiq edən müəllim sinifdə əvvəlcədən hansı fəaliyyəti etməlidir ki, şagirdlər bu təlim modelini sərbəst sinifdə tətbiq edə bilsinlər. Deməli, yəni burada layihə əsaslı dərs aiddir, müəllimə təlim modelinə aiddir bu artıq.
Birinci görək nədir? Birdə nə yazır? Müəllim şagirdləri özünü qiymətləndirmə, yoldaş qiymətləndirmə bacarığını inkişaf etdirmək üçün müəyyən olmalıdır. Çünki onlar qrup şəraitində çalışacaqlar axı. Qrupla olduqlarına görə uşaqda özünü öz fəaliyyətində qiymətləndirmə bacarığı olmalıdır. Çünki özü gedib araşdırma aparacaq, özü nə kənardan baxmalıdır. Sonra yoldaşlarına bir-birlərini qiymətləndirmə bacarığı olmalıdır. Qiymətləndirmə aparan zaman bir-birinə aqressiya ilə yanaşmamalıdırlar, başa düşməlidirlər, obyektiv yanaşmalıdırlar. Sonra müəyyən dərs saatlarını şagirdlərlə qiymətləndirmə rubriki təqdim edərək prosesi təşkil edə bilər. Bəli. Ola bilər ki, adi dərs keçdiyiniz bir anda sinifdə təşkil edirsiniz, siz qiymətləndirmə rubriklərini şagirdlərə təqdim edə bilərsiniz. Yəni bununla bağlı vərdiş formalaşdırmalısınız ki, layihə işi təqdim etmisinizsə, uşaq artıq bunu sonra növbətdə özü rahatlıqla icra edə bilsin. Sonra gəlirlər müəllif formatı qiymətləndirmə. Bəli, buyurun. Beşinci nümunə mənə qaranlıq qaldı. O deyir ki, müəllim şagirdlərdə yaradıcı düşüncəni inkişaf etdirmək üçün sinifdə problemi şagirdlərin davranışına aid müxtəlif dilemmalarını müzakirəyə çıxara bilər. Yox, Yaradıcı düşüncəni yaradıcı deyil axı müəllimə, o tənqidi düşüncədir. Uşaqlar müzakirə eləyirlər, təhlil eləyirlər, onun üzərində düşünürlər, dəyərləndirmə aparırlar. Yəni bu yaradıcı düşüncə deyil. Burada nəsə yaratmaq, bilirsiniz, nə isə yaradırsa uşaq, nə isə əlaqələndirib yeni bir məhsul ortaya qoyursa, bu yaratmaqdır. Axı məsələn uşaq yəni belə deyək də, problemlə davranışlar müxtəlif dilemmalı. Dilemma nə idi? Mövzudur da, belə deyək, bir problemli bir mövzu ortayadır və uşaqlar başlayır bu dilemmaları siz yəni Kolberg nəzəriyyəsində tanış olmusunuz da vaxtı ilə. Yəni bir mövzu ortaya atır. Deyir ki, bir kişinin arvadı xəstədir. Deyir ki, o gedir aptekdə şüşəni sındırır, girir içəri dərman götürür də. Orada axı səviyyələr üzrə qiymətləndirmə var idi axı, bəli. Deməli, onlar müzakirəyə cəlb etməlidir. Birinci uşaqlarda tənqidi təfəkkür formalaşsın. Yəni o dediyiniz yaradıcı yox, tənqidi təfəkkürün inkişafına yönəlib. Ona görə də 5 ilə olan variantlar qəti şəkildə götürmürük. Mən elə 5 arasında danışdım. Eydi düzgün cavab. Yəni 5 birəsinə qaranlıq qaldı cümlə olaraq. Yox. Yaratmaq bilir ki, nəyisə əlaqələndirib yaradırsınız və yaxud da özünüzdən fikirləşib bir məhsul ortaya qoyursunuz. Bu olur yaratmaq. Sonra 6-da da deyir ki, müəllim şagirdləri sinifdə qrup işinə bəli, qrup şəklində aparır. Buyurun. Bu başa düşməliyəm. Bir dənə 5 idi mənə qaranlıq qalan. 2-nin arasında qalmışdım. Dedim, yəni 2 variant olmazdı. Yəni birdən olur olan da. Bir də hansı müəllimə? 14 dediniz. Hə. 14, hə, tapdım. Demək, müəllim müxtəlif tullantıların azaldılması və onların təkrar emalının təşkil edilməsi məqsədi ilə şagirdlərə sorğu araşdırma əsaslı öyrənmə fəaliyyətinə cəlb edir. Bu zaman müəllimin fəaliyyətindən hansılar araşdırma əsaslı öyrənmənin əhəmiyyətinə zidd olur? Siz nə yazmısınız müəllimə? Əslində 2-3 götürəcəkdim, amma 2-5-dir cavab. Hə, indi müəllimə, burada birincidə deyir ki, şagirdlər tullantıların idarə olunması ilə bağlı sual və fərziyyələr irəli sürməsini təşviq edir. Motivasiya mərhələsi ola bilər. Sonra, bəli. Sonra mən 2-də niyə hazırlamaq olurdu? Bu layihəyə gedir. Hə, qurğu hazırlamaları tapşırır. Bu layihədir. Artıq bu uzun müddətli aparır axı müəllimə. Sorğu araşdırma da layihə əsaslı öyrənmə deyil, bir 45 dəqiqəni əhatə edir də, elə deyil. Yəni bu daha çox belədir müəllimə. Ona görə də biz burada deyə bilmərik də, çox funksiyalı qurğu üçün uşaq dərindən araşdırma aparmalıdır. Ona görə də 2 ziddir buna. 2-3 demisiz. Şagirdlərin müxtəlif materialların parçalanma sürətini araşdırmaq üçün eksperimentlər. Uşaq deməli burada belə çıxır ki, müəllimə bu cümlədən. Uşaq onda gedəcək, bunu araşdıracaq ayrıca vaxtda. Araşdırandan sonra nə edəcək? Eksperimentlər aparacaq. Müxtəlif başqa yerlərdə elə ki, fənn üstü inteqrasiya eləyəcək. Gedəcək müxtəlif araşdırmalar aparacaq. Təbii ki, bu da 45 dəqiqəni yox, bütün bir belə deyək ki, 1 ayını ala bilər uşağın, 5 ayını ala bilər, nə bilim, uzun bir müddət əhatə edə bilər. Yəni 2 və 3-də belə qeyd eləyək də. Üzr istəyirəm, mən də fikrim. Yox, bircə dəqiqə. Şagirdlər müxtəlif materiallar laboratoriya şəraitində də bunu icra etmək olar. Məsələn, kimya dərsində, fizika dərsində ola bilər. Bir dərsdə ola bilər. Ola bilər. Kimya ayında. Mənə biraz biz indi məsəl üçün deyim ki, kimya fizika keçmirik, indi o qədər də getmir də, yəni bu bizim eləmir. Ona görə orasını düşünə bilməmişdim. Bax, siz dediniz ki, kimya dərsində laboratoriyaya gedə bilər. Laboratoriya görmədik məktəbdə oxuyan müddətdə də indi deyim ki, ağlıma gəlsin ki, bunu bir dərs eləmək olar da, müəllimə nəsə eləyə bilər. Yox, müəllimə eksperimentlər təcrübədən, sınaqdan keçirməkdir. Ola bilər ki, bir dərsin ərzində nəyisə sınaqdan keçirə bilərlər. Ona görə də bu sorğu araşdırmaya daxil ola bilər. 4-də deyir ki, şagirdlər müstəqil şəkildə sual verməyə, hər yollarını araşdırmağa həvəslənirlər. Təbii ki, bu tədqiqata cəlb olunurlar 5Y modelinə əsasən. Sonra şagirdlər təkrar emal və onun faydaları haqqında məlumat verən sənədli film izlədib, əsas məqamların xüsusiyyətlərini yazmağa tapşırır. Burada da təkrar amma
izlədib xülasəni yazmağı tapşırır. Bu da bir dərsə baş verə bilər də müəllim. Yəni yox, vermir müəllimə. Çünki uşaq bütün bunlara baxıb sənədli filmi tutalım uşaq bir dərsdə izləyə bilər sizcə? Yəni izləməlidir, araşdırma aparmalıdır. Günə gedib sərbəst izləyə bilər də, onunla da razıyam. Amma belə sual işarəsi mənim üçün qalan bir oldu ki, bax məsəl üçün siz dediniz ki, kimya dərsində bir dərs apara bilər. Bax mən onu düşünməmişdim. Ona görə 2-3-ə getdim C variantı. Bəli. Amma cavabda 2-5 çıxıb, hə, filmi elə qısa filmlər də ola bilər. Amma böyük dəqiqalı filmlər də ola bilər. 2 saatlıq, 3 saatlıq sənədli film. Özü sənədli film böyük olur məncə. Aha. Ola bilər ki, yəni bu uşaqda, yəni bir dərsdə, yəni formalaşa biləcək bir şey deyil də. Onu artıq bir neçə dərsə icra etmək olar. Bir neçə dərs. Üç də bir dərsə ifadə eləmir. Eləyirik, amma bəzi dərslərdə eləyər də. Bəli. Ola bilər. O da sual işarəsi qaldı. Yox, cavab 2-5-də daha yaxşı aydınlandım mən də. Aha. Emal Bax, onu bilirsiniz, film izlədir, filmdən uşaq axı nəticədə çıxartmalıdır, üzərində düşünməlidir, ondan sonra müzakirə təşkil eləmək lazımdır. Yəni uşaq birdən-birə baxıb ondan sonra müəllim uşağı izlətdiyi filmi, müəllim düşünməlidir, belə deyək də, müəllim uşağa sual da verməlidir ki, uşağın düşünməsini yoxlasın. Görün bu uşaq bu filmdən nə məna çıxartdı, nə anladı və müəllim anlamanı yoxlamaq üçün uşağa axı nə dedik birbaşa təlimdə sual verməlidir. Burada da yenə sual verməlidir uşağa. Bilməlidir ki, uşaq nə dərəcədə məzmunu qavradı. Uşaq qavrayandan sonra daha sonra başlayıb keçməlidir xülasəni yazmağa. Xülasə nədir? Xülasə düzdür. Biz 1 2 3 cümlə ilə fikrimizi ola bilər yekunlaşdıra bilərik. Ola bilsin ki, 10 cümlə ilə fikrimizi yekunlaşdıraq. Amma nəticə etibarilə böyük bir tədqiqat işinin sonunda biz bunu eləyirik də. Adətən məqalələrə xülasə yazılır, müəllimə kitablara xülasə yazılır, müxtəlif sənədli filmlər ola bilər ki, onlara xülasə yazılır. Yəni böyük bir işin sonunda xülasə nə zaman? Böyük bir işin sonunda xülasə yazılır. Böyük bir araşdırmanın sonunda xülasə yazılır. Sonra Mən qurtardım. 22-yə qədər. 22-yə qədər işləmişik. Aha. Eybi yox. Biz keçək mövzumuzun izahına, müəllimlər. Vaxt itirmədən. Necə? 14-də? 15. Ha, başa düşdüm. Bağladım. Bəsdir. Aha. 15-də. Bu bir tərəfdə. Hə. Cədvələ əsasən deyir. Hə. Uyğunluq gözlənilmişdir. Şagirdlər mövzu üzrə öz suallarını formalaşdırdığı fərziyyələri irəli sürdüyü, fərziyyələri müşahidə. Aha. Problem əsaslı təlim modeli uyğunluğu deyil. Fərziyyələri müşahidə, araşdırma və müzakirə yolu ilə yoxladığı hansı təlim modelidir? Problem əsaslı təlim modeli. Suallarını formalaşdırıldıqca müəllimə uşaqlar birbaşa təlimdir də bu. Hansı təlim prosesində yeni mövzunun əsas məzmununu müəllim tərəfindən əvvəlcədən sistemləşdirilərək təqdim olunur, izah nümunələr üzərində aparılır və şagird fəaliyyətinə əsasən verilmiş izahın tətbiqinə yönəlir. Bəli, birbaşa təlim modelidir bu. 2. Biz nə dedik? Müəllim əvvəlcədən şərtlərlə uşaqları tanış edir, sonra özü nümunələr üzərində izahlar edir, daha sonra uşaqların tətbiq etməsinə şərait yaradır. Ən sonda belə sonuncu məqamlardan biri uşaqların həyata keçirə biləcəyi, reallaşdıra biləcəyi, öhdəsinə gələ biləcəyi tapşırıqlar verir. Bir bu. Sonra təlim prosesində şagirdlərin dərs təlim prosesində şagirdlərin dərs materialına müxtəlif vaxtlarda müraciət etməsi, tapşırıqları öz öyrənmə tipinə uyğun yerinə yetirməsi, müəllimə ünsiyyətin əsasən yazılı rəy və elektron vasitələr üzərində qurulması hansı təlim modelinə xasdır? Müəllimlə ünsiyyətin yazılı rəy və elektron vasitələr. Yəni bu hansı idi? Müəllimə təlim prosesində şagirdlərin dərs materiallarına müxtəlif vaxtlarda müraciət etməsi. O deməkdir ki, uşaq istədiyi vaxtı, məsələn, isim mövzusu, məsələn, tutalım ki, dərsi göndərirəm, Gülşən müəllimə çox vaxt dərsə deyək ki, girə bilmir, özünə uyğun vaxtda açır dərsə baxır. Hə? Açır. Sonra tapşırıqları öz öyrənmə tempinə. Hansında dedik ki, hansı təlim modelində dedik ki, uşaqda onda metakognitiv bilik güclü olmalıdır ki, uşağa kimsə sən get oxu deməsin. Özü üçün plan müəyyən eləsin. Hansı idi? Asinxron tədris. Asinxron idi. Ona görə də burada sinxron yazı qarşısında da yanlış. Doğrudur. Doğrudur. Cavabımız 2-3-dür. 2-3-dür. Sonra müəllimə deyil. Aytaç müəllimə. Aytaç müəllimə, fikrim aydın oldu sizə? Hə. Sonra hardadır?